gələcəyik artıq və dövlətin ümumiyyətlə izahına və dərsin gedişatında da nəsə bir şey qaranlıq qalsa, nə bir sualınız olsa soruşa bilərsiniz. Deməli, ekrandan başlayaq elə Səfəvi dövlətindən. Birinci Səfəvi dövlət haqqında ümumi bir məlumat verəyim sizlərə. Səfəvi dövləti, bugünkü düzdür, mövzumuz Səfəvi Osmanlı müharibələrdir. Amma birinci bir Səfəvi dövlət haqqında məlumat verək. Ekran paylaşılır. Deyəsən, ekran paylaşılmır. Bir dənə ekranı mən paylaşım. Peki. Aha, ekranda paylaşım oldu. Deməli, Səfəvi dövləti özü 1501-dən 1736-ya qədər davam edən dövlətdir. Yəni, təxminən 200 ili keçən bir dövlət olub. Dövlətin özü 1501-ci ildə İsmail tərəfindən yaradılıb. İsmailin özü şeyxlik dövrü də olub, şahlıq dövrü də olub. Yəni, hər iki dövrü qeyd edə bilərik. Şeyxlik dövrü 1494-dən 1501-ə qədər olan dövrdür. Baxın, burada da qeyd etmişəm. 1494-dən 1501-ə qədər İsmail Səfəvilərin Ərdəbil hakimliyinin şeyxi olub. 1501-dən başlayaraq artıq paytaxtı Təbriz olan Səfəvilər dövlətini yaratmışdı. Yəni, təxminən İsmail Səfəvi dövlətini yaradanda 14 yaşı vardı. İkinci olan, baxın, burada qeyd etdiyim, yəni əsas mövzumuz Səfəvi Osmanlı müharibəsidir deyə xəritədə və müharibənin xronologiyasını qeyd edəcəyik ki, aydın olsun sizlərə də. Ekranda xəritəni görürsünüz, xəritə və şəklə. Ekranda bəli görsənir. Sol tərəfdə olan, yaşıl rəng olan Səfəvilər dövlətinin bayrağıdır. Bizim o öyrəndiyimiz Səfəvi dövlətinin bayrağı. Önündə bir aslan təsviri var, arxasında da günəş təsviri var. Bu Səfəvi dövlətinin bayrağıdır. Yanında olan isə Səfəvi dövlətinin xəritəsidir. 1501-dən 1736-ya qədər olan bir dövrdür. Səfəvi deyəndə yalnız Azərbaycan yada düşməsi. Mən bunu bu mövzunu keçəndə bütün tələbələrə qeyd edirəm. Səfəvi yalnız Azərbaycandan ibarət deyildi. Azərbaycan elə özü Səfəvinin ərazisinin bir hissəsidir. Biz əvvəlki mənbələrə əsasən deyirik ki, Səfəvi dövlətində əvvəllər 13 bəylərbəylik olub. İnzibati cəhətdən bəylərbəyliklərə bölünürdü. Onun tərkibində Azərbaycan isə Azərbaycan özü. Özü, məsələn, Azərbaycan bölünürdü. Təbriz bəylərbəyliyi, Çuxursər bəylərbəyliyi, sonra Şirvan bəylərbəyliyi, elə Şirvan bəylərbəyliyinin mərkəzi Şamaxı şəhəri idi. Qarabağ bəylərbəyliyi mərkəzi Gəncə şəhəri idi. Çuxursar bəylərbəyliyində İrəvan şəhəri idi. Sonra Təbriz bəylərbəyliyində elə mərkəzi olduğu kimi Təbriz şəhəridir. Yəni, sağ tərəfdə veriləndə Səfəvinin xəritəsidir. Azərbaycan da Səfəvi dövlətinin tərkibinə daxil olub. Yəni, onun bir ərazisi olub. Səfəvi Osmanlı müharibələri əsasən başladı 1-ci İsmailin hakimiyyət dövründən. İsmail özü 1501-də hakimiyyətə gəldi. Səfəvi Osmanlı arasında müharibələr başlandı 1514-cü ildə. Tərəflər arasında müharibələr başlandı. İndi təxminən belə bir sual verək sizlərə. Düzdür, özüm də izah edəcəm, amma sizə də belə bir sual verək. Səfəvi Osmanlı müharibələrinin səbəbi nə ola bilərdi? Niyə bu iki dövlət, böyük bir imperiya bir-biri ilə müharibə aparırdı? Əraziləri ələ keçirmək üçün. Aha, ərazilər ələ keçirmək üçün. Başqa? Din üçün, müəllimə. Din üzərində. Din üçün. Yeni ərazilər, onu düz deyirsiniz, bəli. Yeni ərazilər ələ keçirmək. Səsim aydın gəlir sizlərə? Bəli. Aha, əla. Yeni ərazilər ələ keçirmək. Elə Azərbaycan torpaqları. Azərbaycan torpaqlarını ələ keçirmək istəyirdilər. Zaten Azərbaycan həmin dövrdə Səfəvinin idarəçiliyində idi. Osmanlı da gəlib yeni ərazilər ələ keçirmək uğrunda tərəflər arasında müharibə gedirdi. Qaldı ki, din amili. Bəzən tədqiqatçılar qeyd edir ki, din amili əsas deyil. Amma olubmu? Bəli, olub. Bunu məsələn din amili olaraq nəyi qeyd edə bilərik?
Bunlar arasında fərq nə idi? Sünni Şiə. Ay sağ ol, Sünni Şiə məsələləri vardı. Yəni Səfəvi dövləti təriqət bir dövlət idi. Teokratik əsaslardan idarə olunan bir dövlət idi. Teokratik əsaslar deyəndə, yəni dini idarəçilik bir qədər üstünlük təşkil edirdi. Təbii ki, Səfəvilərdə vəkil vəzifəsi də olur. Şahdan sonra ikinci şəxs idi ki, dövlətdə dünyəviliyi qoruyub saxlayırdı. Amma əsasən yarananda teokratik dövlət olaraq yaranıb. Din amilin də deyir ki, əsasən Avropa tarixçiləri bunu qeyd edir ki, olub din amili də bunlar arasında, amma qeyd edə bilərik ki, əsas məqsəd Cənubi Qafqaz torpaqlarında ümumiyyətlə yeni ərazilər ələ keçirmək idi. Tərəflər arasında ilk döyüş 1514-cü ilin Çaldıran döyüşüdür. Yəni, bugünkü mövzumuz əsasında Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi başladı 1514-cü ildə. İstəsəz qeyd edə bilərsiniz. Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsi 1514-dən 1555-ə qədər davam etmişdir. 14-dən 55-ə qədər. Təbii ki, bu birinci mərhələdə desək ki, İsmail hazırlıq gördü mü? Bəli, Şah İsmail Avropa ölkələri ilə danışıqlar aparmışdı, amma Avropa ölkələri İsmaila verdiyi vədi yerinə yetirmədi. Elə bir nümunə göstərək. 1510-cu ildə, halbuki müharibə 14-də başladı. Müharibədən 4 il əvvəl, 1514-cü ildə Şah İsmail Portuqaliya ilə əlaqə yaratdı. Və Portuqallar nə istədi bu dövlətdən? Portuqaliyadan. Odlu silah istədi. Və qeyd etdi ki, odlu silahla artilleriya mütəxəssisləri göndərin. Çünki Osmanlı ilə yeni müharibə təhlükəsi baş verəcəkdi axı. İsmaildə odlu silah lazım idi, hazırlıq görməli idi. Amma Portuqallar bunun qarşılığında Hörmüz limanını tələb etdilər. Təbii ki, İsmail buna razı oldu. Amma Portuqallar İsmaila verdiyi vədi yerinə yetirmədilər. Yəni, odlu silahı gətirmədilər. Elə buna görə 1514-cü ilin Səfəvi-Osmanlı arasında olan ilk, yəni Çaldıran döyüşündə Səfəvilər məğlub oldu. Səfəvinin məğlub olmasının səbəbi nə oldu? Osmanlının ordusunun çay çoxluğu, bir də Osmanlının odlu silahdan istifadə etməsi. Bu Səfəvi dövlətini məğlub etdi. Həmin dövrdə Osmanlıda hakimiyyətdə Sultan 1-ci Səlim idi. Onun da hakimiyyət illəri 1512-1520. Sultan 1-ci Səlim gəlir Çaldıran döyüşündən sonra Təbrizi işğal edir, yəni tutur, amma burada daimi olaraq qala bilmir. Çünki Səfəvilərlə yeni bir müharibə, yəni döyüş təhlükəsi olduğuna görə Təbrizi tutsa da geri qayıdır. Çaldıran döyüşünün Osmanlı üçün əhəmiyyəti oldu ki, artıq Osmanlılar Cənubi-Şərqi Anadolu torpaqlarında möhkəmləndilər. Yəni, Mosula qədər ki, Cənubi-Şərqi Anadolu torpaqlarında Osmanlının hakimiyyəti möhkəmləndi. Bu 1514-cü ildə olan döyüşdür. Bəs növbəti dəfə İsmail apardı mı? Demək olar ki, Çaldıran döyüşündən sonra İsmailin hər hansı bir Osmanlı ilə yeni bir müharibələri olmadı. Səbəb odur ki, Çaldıran döyüşündə İsmail ən yaxın tərəfdaşlarını, yəni demək olar ki, bir xeyli itkilər verdiyindən sonra geri çəkildilər. Biz Səfəvi-Osmanlı arasında müharibənin birinci mərhələsini başlatdıq 1514-də və davam etdi. Kimin dövründə davam etdi? Şah İsmaildən sonra hakimiyyətə gəlir Şah 1-ci Təhmasib. Onun da hakimiyyət illəri 1524-də gəlir hakimiyyətə. 1576-da gedir. Ekranda görürsünüz məlumatı. Bəli, bəli. 1524-1576. Yəni Səfəvi-Osmanlı müharibələrinin başladı Şah 1-ci İsmailin dövründə, dövlət yaranandan sonra. Və müharibələr davam etdi Şah 1-ci Təhmasibin dövründə. Təhmasib də Şah İsmailin oğluydu. 1524-də İsmail öləndən sonra hakimiyyətə gəlir, 76-ya qədər dövləti idarə edir. Təhmasibin dövründə Osmanlıda Sultan Süleymanın yürüşləri. Baxın, bura qeyd etmişəm. Sultan Süleyman Təhmasibin dövründə Osmanlıya 4 yürüş edir. Birinci yürüşü 1534. 1534-cü il yürüşündə təbii ki, Səfəvi hökmdarı Təhmasib Osmanlıya qarşı yandırılmış torpaq taktikasından istifadə etdi. Yandırılmış torpaq taktikası nə deməkdir? Kim deyər? Müəllim, əraziləri yandırıb çıxırdı.
Ay sağ ol. Əraziləri yandırıb çıxırdılar o ərazilərdən. Doğrudur. Yəni yandırırdılar, geri çəkilirdilər. Və geri çəkildikcə düşmən dövlət gəlirdi, heç bir şey tapmırdı. Geri qayıtmağa məcbur olurdu. 1534-cü ildə Sultan Süleymanın birinci yürüşündə Azərbaycana Təbriz şəhəri ələ keçirir, amma yenə də görür ki, ərzaq çatışmazlığı var, bir tərəfdən qış fəsli yaxınlaşırdı, yerli əhali müqavimət göstərirdi deyə Süleyman geri qayıtdı. Bir il sonra yenidən yürüş etdi, 1535-ci ildə. Bu yürüşdə də Təhmasib yenə də yandırılmış torpaq taktikasından da istifadə etdi. Əhalini, axı Təbriz həmin dövrdə bu arada Səfəvilərin paytaxtı olub. Səfəvi dövləti 1501 yaranandan 1555-ə qədər Səfəvinin paytaxtı Təbriz şəhəri olub. Sultan Süleymanın Azərbaycana 2-ci 1535-ci il yürüşündə Təhmasib əhalini Təbrizdən köçürtdü. Və Sultan Süleyman gəlib Təbrizi, bu da işğal etdi, buranı tutsa da, yenə də gördü ki, ordu arasında ərzaq çatışmazlığı var, ordu heç bir şey tapmır və digər tərəfdən taun xəstəliyi yayılmışdı. Bu xəstəliyə görə Süleyman geri qayıtdı. Yəni, həm 34-35-ci il yürüşlərində geri qayıtmağa məcbur olub. 48-ci il yürüşü xüsusi ilə də fərqlənir. Bu üçüncü yürüşün digərlərindən fərqləndirən nədir? Səfəvi hökmdarı Şah 1-ci Təhmasibin qardaşı vardı, adı Əlqas Mirzə idi. Əlqas Mirzəni Təhmasib Şirvan ərazisində bəylərbəyi təyin etmişdi, ona vəzifə vermişdi. Amma bu Əlqas Mirzə nə etdi? Təhmasibə qarşı üsyan qaldırdı Şirvanda 1547-ci ildə və qaçdı Osmanlı ərazisinə. Osmanlı hökmdarı Sultan Süleymana bildirdi ki, onu Azərbaycana yürüşə təhrik etdi. Yəni bildirdi ki, gəl Azərbaycana yürüş et, mən də köməklik edəcəm. Yəni 48-ci il yürüşünün digər yürüşlərdən fərqi odur ki, Süleyman bu yürüşdə Təhmasibin qardaşı Əlqas Mirzənin təhriki ilə gəlmişdi. Bu yürüşdə məğlubiyyətlə, yəni nəticələnir. Məğlubiyyətlə deyəndə yenə də Süleyman gəlir, Səfəvinin paytaxtı Təbriz şəhərini tutur, 4 gün qalır, 4 gündən sonra şəhəri tərk edir və artıq məlum olur ki, Süleyman növbət dəfədə yürüş edəcək. Növbəti Süleymanın yürüşü olur 1554-cü ildə. Baxın, bura xüsusi olaraq bir məlumat qeyd etmişəm. Şah 1-ci Təhmasibin yandırılmış torpaq taktikası və əks hücumlar nəticəsində Sultan hər dəfə şəhəri tərk etməyə məcbur oldu. Yəni, o daimi olaraq yandırılmış torpaq taktikasından istifadə edirdi, əhalini başqa bir yerə köçürürdü deyə Sultan Süleyman gəlirdi, şəhərdə heç bir şey tapmırdı və geri dönməyə məcbur qalırdı. 1554-cü il yürüşündə isə yenə də Təhmasib yandırılmış torpaq taktikasından istifadə etdi. Bu yürüşdə Təhmasib, Naxçıvan, İrəvan və Qarabağdan əhalini köçürtdü. Bilirdik ki, Osmanlı qoşunları gəlib həmin əraziləri işğal edəcək, Təhmasib orada yaşayan əhalini köçürtdü. Deməli, hansı ərazilər oldu? İrəvan, Qarabağ, bir də Naxçıvan dediniz. sağ ol, bir də Qarabağ. Burada yaşayan əhalini köçürtdü başqa yerə ki, yəni Osmanlı gələndə əhali, belə qeyd edim də, hər hansı bir təhlükəyə məruz qalmasın. Və 1554-cü ildə tərəflər arasında Buğurt qalası yaxınlığında döyüş olur. Buğurt qalası döyüşü və bu döyüşdə Osmanlı qoşunu məğlub olur, Səfəvilər qalib gəlir. Və Sultan Süleyman 1555-ci ildə may ayının 29-unda Səfəvi dövləti ilə müqavilə imzalayır. Bu müqavilənin imzalanması ilə artıq Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi başa çatdı. Deməli, müqavilə imzalandı 1555. Nə vaxtdan oldu müharibə? 1514-də başladı Çaldıran döyüşü ilə. 1555-də müharibənin birinci mərhələsi bitdi. Amasya sülhünü Səfəvi qalib dövlət olaraq imzalayıb. Sülhün şərtlərinə görə Qərbi Gürcüstan Osmanlı dövlətində qaldı, Şərqi Gürcüstan Səfəvilərə verildi. Yəni Gürcüstan ərazilərini də böldülər. Təbii ki, Azərbaycan ərazisi, onu heç deməyə ehtiyac yoxdur, Azərbaycan Səfəvinin hakimiyyətində qaldı. Yəni nə dedik? Dedik ki, Azərbaycan və Şərqi Gürcüstan Səfəvidə qaldı, Qərbi Gürcüstan Bağdad da daxil olmaqla Ərəb İraqıda qaldı, Osmanlının hakimiyyəti altında.
Və Amasya sülhünün Səfəvi qalib dövlət olaraq imzalasa da, təbii ki, nə lazım idi? Təbriz şəhəri dəfələrlə tutulmuşdu. Biz dedik, Çaldıran döyüşündə tutuldu, 34-35-ci il yürüşü, 48-də Təbriz yenə də işğal olunmuşdu və Təbriz daimi olaraq yürüşlərə məruz qaldığına görə Təhmasib paytaxtı köçürtdü. Sərhəddən bir qədər uzaqda yerləşən Qəzvin şəhərinə köçürtdü. Yəni təxminən, baxın bu xəritə biraz ingilis dilindədir. Təxminən bu xəritəyə də baxa bilərsiniz. Təbriz şəhərinin yeri. Görürsünüz, əvvəl Təbriz olub paytaxt. Sonra sərhəddən uzaqlaşdırıldı, köçürtdü Qəzvin şəhərinə. Buna məcbur idi. Təbriz dəfələrlə Osmanlı qoşunları tərəfindən tutulmuşdu. Yəni Təhmasibin dövründə 1555-də Səfəvi Osmanlı müharibələrinin birinci mərhələsi başa çatdı. İndi biraz ikinci mərhələyə keçməmişdən əvvəl birinci mərhələdən istəyirəm bu danışdığımız yerlərdən bir sual verim. Deməli dedik, Səfəvi Osmanlı müharibələrinin birinci mərhələsi hansı hökmdarın dövründə başladı? Süleyman dövrü. Süleyman dövrü. Səfəvilərdə. Süleyman yürüş eləyir. Süleyman yürüş edir, bəli. Səfəvilərdə hansı hökmdarın dövründə başladı? Şah İsmail idiniz Şah deyəsən. İsmail. Bəli, Şah İsmail. Şah İsmailin dövründə. Birinci mərhələni Şah İsmail. Baxın, 1514-cü ildə. İkinci oğlu Təhmasib olur. Ay sağ ol. Sonra da oğlu davam etdirdi. Bu arada bu 1516-cı ildə Qoçisar döyüş yazmışam bura mən. Qoçisar döyüşünün adı sonraki yeni nəşr kitablarından çıxarılıb. Ona görə mən onun adını sizə demədim. Onu çıxarıb kitablardan. Mən onu əlavə mənbələr əsasında qeyd etmişdim. Bəzən məsələn mən Mix sertifikasiya qrupuna keçəndə onlara da deyirəm ki, Səfəvi dövləti inzibati cəhətdən 13 bəylər bəyliyə bölünüb. Amma onun tərkibində Azərbaycan isə 4 bəylər bəyliyə bölünmüşdü. Yəni onlara əlavə məlumatları deyirəm. Amma abituriyentlər üçün əlavə məlumatlara yəni ehtiyac yoxdur. Sizə məktəb proqramında nə varsa, onun əsasında oxuyursunuz. Müəllim, bir dənə sualım var. Burada Amasya sülh müqaviləsi yazılıb. Amma Amasya sülh müqaviləsi 1639-cu ildə yox idi. 1639-un adı Qəssir Şirindir. Mən Amasya'ya da saxlamışdım. Qəssir Şirin sülhüdür. 1639 o Şah Səfinin dövründə imzalanacaq. Şah Səfi, bu Qəssir Şirin gedir adı. Bəzən biz indi növbəti müharibələri keçəndə də deyəcəyik. Deməli, Səfəvi hansı müharibədə qalib gəlibsə Osmanlıya, söhbət Osmanlı ilə gedən döyüşlərdən gedir. Səfəvi Osmanlıya hansı müharibədə qalib gəlibsə, orada əksərən Amasya sülhünün şərtləri bərpa olunub. Yəni yenidən təsdiq olunub. Çünki Amasya'nı qalib dövlət olaraq imzalanmışdı. Şah 1-ci Təhmasib 1576-cı ildə, görürsünüz ki, 76 bura qeyd etmişəm, 76-da vəfat edir, 77-də hakimiyyətə gəlir Şah 2-ci İsmail. Təbii ki, bu 2-ci İsmail haqqında o qədər də yəni, ətraflı bir məlumat yoxdur, çünki 76-77. Yəni bu insan Təhmasib ölən kimi 76-da gəlir, 77-də hakimiyyətdən gedir. Bir il hakimiyyətin davam etməsinin səbəbi odur ki, 2-ci İsmailin özü elə Təhmasibin sağlığında ömrünün 20 ilini həbsdə keçirib, məhbəsdə keçirilib və onun keçirdiyi tədbirlər Səfəvilərdə qızılbaş əyanlarının narazılığına səbəb olurdu. Və xüsusilə də ki, onun bir tədbiri vardı, 2-ci İsmailin. Dövlətdəki sünni-şiə ziddiyyətlərinə son qoymaq istəyirdi, aralarındakı münaqişəyə. Təbii ki, bu da qızılbaş tayfaları, qızılbaş əyanları arasında narazılıq yaratmışdı və sui-qəsd nəticəsində 2-ci İsmail öldürülmüşdü. Bu arada o da mərkəzləşdirilmə siyasətini həyata keçirib. Və bunun haqqında, yəni əslində Təhmasib haqqında da məlumatlar çoxdur. Amma əsas Səfəvi Osmanlı o qədər əhatəli bir mövzudur ki, Səfəvi Osmanlı müharibələri. Bugünkü proqramı onun üzərindən gedəcəyik. Deməli, İsmail başlatdı, Təhmasib 1-ci mərhələni bitirdi. Növbəti Səfəvi Osmanlı müharibələri başladı bu hökmdarın dövründə. Məhəmməd Xudabəndə. O dərəcədə də güclü hökmdar olmayıb. Yəni, hakimiyyət ili çox rahatdır, yəni yadda saxlamaq üçün deyirəm. 78-də gəldi, 1578, 1587-də getdi. Bunun dövründə mərkəzi hakimiyyət zəifləmişdi, xəzinə boşalmışdı, qızılbaş əmirləri arasında hakimiyyət uğrunda münaqişə gedirdi.
Yəni belə bir vəziyyətdə və eyni zamanda bunu da qeyd edim ki, Məhəmməd Xudabəndən dövründə sarayda farsların da rolu artmışdı. Səfəvi özünüz bilirsiniz ki, türk dövlətidir, türk müsəlman dövlətidir. Farsların rolu necə artır? Məhəmməd Xudabəndənin həyat yoldaşı Məhdi Ülya, bu özü əslən fars olmuşdu, fars nəslindən idi və bu da dövlətdə ali divanın vəkili vəzifəsində idi. Və istər-istəməz sarayda taciklər deyən, yəni farsların hakim vəzifələrə gətirdi. Bu da dövlətdə qızılbaşlar arasında narazılıq yaratdı. Qızılbaş bunların təriqətinin adı, yəni Səfəvilərə qızılbaş da deyirlər. Ona görə tez-tez mən qızılbaş sözündən istifadə edirəm. Və Məhəmməd Xudabəndənin dövründə dövlətin zəifləməsindən istifadə edən Osmanlı Sultanı 3-cü Murad yaranmış vəziyyətdən istifadə etdi, Səfəvilərə yürüş etdi. Yəni Səfəvilərə qarşı müharibəyə başladı. Və 1578-ci ildə başladı Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi. Deməli, birinci mərhələ oldu 1514-dən 1555-ə qədər. Amasya sülhü ilə yekunlaşdı. Səfəvi qalib gəldi. İkinci mərhələ isə baş verdi 1578-dən 1590-a qədər. Bu da başladı hökmdar Məhəmməd Xudabəndənin hakimiyyət dövründə. Üçüncü Osmanlı Sultanı 3-cü Murad yaranmış vəziyyətdən istifadə etdi və Van hakimi Xosrov Paşayan təhriki ilə Səfəvi ilə sərhəddə yerləşən, yəni Osmanlı Səfəvi sərhədindəki Kürd xalqı, Kürdlər qiyam qaldırdı, onların bir hissəsi və Osmanlılar orada Van hakimi Xosrov Paşaya dedilər ki, yürüş etsin. Kürdlərlə birlikdə Xoya hücum etdi və Osmanlının yürüşü birbaşa artıq nəyə səbəb oldu? 1555-ci ilin Amasya sülhünün şərtləri pozuldu. Və 78-ci ildən başladı 90-a qədər davam edən Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi. Qeydlərinizi apara bilərsiniz. Lap istəsəz, dərsdən sonra slaydı da qrupa göndərəcəm mən. Ona da baxa bilərsiniz. Birinci mərhələdə bizə məlum oldu Çaldıran döyüşü, düzdür? Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi də başladı Çıldır döyüşü ilə. Çıldır döyüşü ilə. Bir-birinə yaxındır ərazi olaraq. Çıldırla Çaldıran. Bəli. Xeyr. Çaldıran özü Maku yaxınlığında yerləşən Çaldıran düzüdür. Orada olan bir döyüşdür. Çıldır isə indi hal-hazırda Türkiyə ərazisində Qarsla Ərdahan vilayətləri arasında yerdir. Hal-hazırda Qars və Ərdahanın arasında yerdir. Qars vilayəti indi də var. Adını eşitmisiniz? Türkiyə. Eşitmişəm. Bunlar Kars deyir, Kars vilayəti var. Əhalinin orada da əksəriyyəti bir hissəsi Azərbaycanlılardan ibarət. Ümumiyyətlə Türkiyədə Iğdır ərazisidir, Karsdır. Bunların əhalisi çoxlu Azərbaycanlılardan ibarətdir. Və Qarsla Ərdahan arasında Çıldır ərazisində baş verir döyüş. Gölün sahilində olan bir döyüş olur və bu döyüşdə Səfəvilər məğlub olur. Səfəvi niyə məğlub oldu? Birincisi, Osmanlı sayca daha üstün idi. İkincisi də ki, Osmanlının həm odlu silah olsun, digər tərəfdən olsun, qızılbaşlar arasında hər hansı bir ciddi bir birlik yox idi. Yəni, müharibə olar, qalib gələrək məsələsi yox idi. Çünki həmin dövrdə Səfəvidə, yəni qızılbaşlarda mərkəzi hakimiyyət zəif idi. Bilirsiniz ki, bir dövlətin ki, mərkəzi hakimiyyəti zəifdirsə, bu həm daxili siyasətə təsir göstərir, həm də xarici siyasətə. 1578-ci ildə Çıldır döyüşündə artıq Osmanlılar Gürcüstanı işğal etməsinə bir şərait yarandı. Ki, Osmanlılar artıq Gürcüstanı işğal edəcək. Həmin ildə yeni bir döyüş də oldu, 78-ci ildə. Bu döyüş də adlanır Molla Həsənli döyüşü. Eyni ildə olan döyüşdür. Sadəcə burada ay fərqi var. Ay fərqi nədir? Mən sizə deyim onu. Avqustunda Çıldır döyüşüdür, 78-ci ilin. Noyabrında Molla Həsənli döyüşüdür. Molla Həsən ərazisi də Ağsu çayının sahilində yerləşir. Bu döyüşdə də, amma birdən burada bu arada qeyd edim, yadda saxlayın ki, Çıldırda Səfəvi məğlub olsa da Molla Həsəndə Səfəvilər qalib gəldi. İndi Qızılbaş əmirləri bir döyüşdə də olsa birlik nümayiş etdirdilər. Burada qalib gəldilər və həmin Molla Həsənli döyüşündə Osmanlı dövlətinə kömək edən Krım xanı Adil Gəray əsir alındı.
Krım tatarları, baxın burada qeyd etmişəm, Krım tatarları. Krım tatarları, Krım həmin dövrdə xanlığı Osmanlının vassalı idi. Yəni Osmanlıdan asılı haldaydı. Osmanlının müharibələrində onlar da iştirak etməli idi. Moğol Həsənin döyüşündə indi Səfəvi qalib gəldi və Krım xanı Adil Gəray əsir alındı və Səfəvilər Şirvan ərazilərini azad etdilər. Moğol Həsənin döyüşündə. Növbəti döyüş oldu 1583-cü ilin Niyazabad döyüşü. Niyazabad döyüşü bəzən əvvəlki mənbələrdə yazırdılar ki, Niyazabad döyüşündə Səfəvilər məğlub olub. Amma bu fikir yanlışdır. Niyazabad döyüşündə Səfəvilər Osmanlılara qalib gəldi. Yəni Niyazabadda Osmanlılar məğlub olub. Amma Niyazabaddan sonra həmin ildə, baxın, bu arada desəz ki, müəllim, Məşəd savaşı bizim kitablarda yoxdur axı. Məşəd savaşı da, bunu mən əlavə materiala görə yazmışam slayda. Ki, bir qədər əhatəli məlumat olsun ki, testlərə yazır ki, ya da mövzuda yazır ki, Niyazabad döyüşündə Səfəvilər qalib gəlsə də Osmanlılara, növbəti döyüşlərdə məğlub oldular. Növbəti döyüş Sufyandır, 1585. Amma bu Sufyandan əvvəl də bir Samur çayı sahilində Məşəd savaşı olur, tarixi bir Məşəd savaşı. Onun da kitablarımızdan çıxıb, amma yadda saxlayın ki, belə bir savaş da olub. Kitabda yazılan 1583-də Çuxursəd vilayəti tutulur. Çuxursəd vilayəti, bəli. Çuxursəd vilayətin tabe edirlər. Bunu necə tabe edirlər? Nurgül, 83-də Niyazabadda əslində Səfəvilər qalib gəlir. Amma bunlar qalib gəlsə də bu nəticəni əllərində saxlaya bilmədilər. Çünki yenidən xəzinə boşalmışdı, Qızılbaş əyanları arasında çəkişmələr gedirdi deyə həmin ildə Osmanlı Çuxursəd vilayətini gəlib işğal etdi. Çuxursəd vilayətini tutdu. Yəni birdən testlərə düşər, yazar ki, Osmanlının Çuxursəd vilayətini tutması 1583, Niyazabad da 83, bəli, eyni ildə olub. Amma Niyazabadda Səfəvilər qalib gəldi. Çuxursəd vilayəti 83-də itirildi. Ondan sonra 85-ci ilin dekabrında Sufyan döyüşü oldu. Sufyan döyüşündə Osmanlı artıq sayca böyük qoşunla gəldiyi üçün burada Qızılbaş qoşunları geri çəkildi və Osmanlılar Təbriz şəhərini ələ keçirdilər. Təbrizdə məşhur bir bazar var idi. Hansı bazar idi? 15-ci əsrdən qalan bir bazar idi. Kim deyər? Qeysəriyyə yazdıq burada. Qeysəriyyə bazarı. Ay, sağ ol. Həmin ki, o bazar 15-ci əsrdə Uzun Həsən tərəfindən, Uzun Həsən deyəndə Həsən Padşah deyək, Ağqoyunlu dövlət tərəfindən düzəldilmişdi o bazar. Yəni 15-dən qalan bir bazardır. O bazarı əslində Osmanlılar yandırmaq istəmirdi. Niyə yandırdılar? Təbriz 85-də tutulandan sonra yerli əhali Osmanlılara ciddi müqavimət göstərdi. Osmanlı qoşununa da başçılıq edən paşa qəzəbləndiyinə görə Yeniçərilərə dedi ki, Təbriz şəhərini talan edib. O bazarı yandırıb. Yəni yerli əhaliyə qəzəbləndiyi üçün bazarı yandırmışdılar. Və 1586-cı ildə həmin dövrdə Səfəvi şahzadələrindən olan Həmzə Mirzə danışıqlar apardı ki, ən azından sülh müqaviləsi imzalansın. Amma 86-cı ilin sonunda, yəni axırında Həmzə Mirzə öldürülür sui-qəsd nəticəsində və 86-89-a qədər Osmanlılar Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal edirlər. Hətta həmin fürsətdən başqa bir dövlət istifadə edir, o da Şeybanilərdir. Yaranmış fürsətdən istifadə edən Şeybanilər də gəldilər Xorasanı işğal etdilər. Yəni 16-cı əsrin sonunda, son rüblərində Osmanlı bir tərəfdən, Şeybanilər digər tərəfdən, yəni Səfəvi iki qüvvə arasında qalmışdı. Həm Şeybani ilə müharibə aparmalı idi, həm də Osmanlı ilə. Və belə bir vəziyyətdə gördülər ki, Səfəvi Qızılbaş əyanları Məhəmməd Xudabəndə dövləti idarə edə bilmir. Və 1587-də saray çevrilişi oldu. Saray çevrilişi, yəni hakimiyyət çevrilişi deməkdir. Məhəmməd Xudabəndə hakimiyyətdən uzaqlaşdırıldı və kim gəldi hakimiyyətə? Kim gəldi Məhəmməd Xudabəndədən sonra? Məhəmməd Xudabəndə. Abbas. Abbas gəldi, bəli. Oğlu Abbas gəldi. Abbas hakimiyyətə gələndə 16 yaşı vardı. Abbas şah elan olunmuşdu. Şah 1-ci Abbas. Yəni Şah Abbası gətirdilər ki, baxın monarxiya quruluşu. Yəni Səfəvi irsi hakimiyyətdir.
Nəsildən nəslə keçir bu idarəçilik. Şah 1-ci Abbası gətirdilər ki, gəl ən azından müharibənin taleyini həll et. Abbas da gəldi, ərazini demək olar ki, çoxu itirilib. Nə etməlidir Abbas? Müqavilə imzalamalıydı. Düzdür, sonradan o ərazilərin hamısını geri alacaq. Amma ərazini geri alması üçün nə lazımdır? Birinci dinc münasibətlər olsun ki, orduda və yaxud da ki, inzibati sahədə islahatlar keçirilsin. Və Abbas 87-də gəldi, gələn kimi Osmanlı ilə danışıqlara başlandı və 1590-cı ildə Şah 1-ci Abbasın dövründə Osmanlı ilə İstanbul sülhü imzalandı. Tarixdə gedir 1-ci İstanbul sülhü. Və bu İstanbul sülhünün imzalanması ilə Səfəvi Osmanlı arasında müharibənin ikinci mərhələsi başa çatdı. Deməli, birinci mərhələsi oldu 1514-dən nə vaxta qədər? Amasyanı nə vaxt dedik? 1555. 1555, bəli. Birinci mərhələ oldu 1514-dən 1555-ə qədər. İkinci mərhələdə oldu Məhəmməd Xudabəndənin dövründən 1578-dən 1590-a qədər. Yəni, testlərdə qarışdırmayın. Birdən düşər ki, Məhəmməd Xudabəndənin dövründə müharibə həm başladı, həm bitdi. Başlaması düzdür, amma bitməsi yanlışdır. Baxın, 87. Burada qeyd etmişəm. 87-də onu uzaqlaşdırdılar. Oğlu Abbas gəldi. Abbas da Osmanlı ilə müqavilə imzaladı 90-cı ildə. Birinci İstanbulu Səfəvi məğlub dövlət olaraq imzaladı. Yəni, birinci mərhələdən fərqli olaraq Səfəvi Osmanlının ikinci mərhələsində Səfəvilər məğlub oldu. Birinci İstanbul sülhünün şərtlərinə görə Ərdəbil, Qəzvin, Qaradağ, sonra Xalxal, Lənkəran, Zəncan, bunları çıxmaq şərti ilə, bunlar istisnadır. Bunları çıxmaq şərti ilə qalan bütün Azərbaycan əraziləri itirildi. Bu ərazilər Osmanlı dövlətinə verilmişdi. Şərqi Gürcüstandan İranın qərb əyalətləri də bu da Osmanlıya verildi. Hansı ki, Şərqi Gürcüstan Amasya sülhündə Səfəvilərdə qalmışdı. Onu da Osmanlı aldı. Yəni, Səfəvinin bayaq xəritədə qeyd etdi ki, bu ərazi Səfəvi tərəfindən demək olar ki, itirildi. Bir qaldı Ərdəbil, Qaradağ, Xalxal, Zəncan, Lənkəran, Qəzvin. Bir bu ərazilər qaldı. Qalan bütün torpaqların itirmişdi. Və 1590-cı ildə müqavilə imzalayandan sonra artıq Səfəvi dövləti ən azından iki cəbhədə müharibə aparmaqdan azad oldu. İki cəbhə deyəndə hansı cəbhələri nəzərdə tutduq? Bir Osmanlı, bir hansıydı? Səfəvi dövləti bir tərəfdən Osmanlı ilə müharibə aparırdı. Digər tərəfdən hansı dövlətlə aparırdı? Şeybanilərlə. Şeybanilərlə, bəli. Şeybanilər də Xorasanı istəyirdi, o əraziləri istəyirdi. Yəni, iki cəbhədə müharibə aparmağa məcbur olan dövlət olmuşdu. Və 1590-cı ildə müqavilədən sonra, söhbət 1-ci İstanbuldan gedir. Müqavilədən sonra Abbas tədbirlər keçirdi. Tədbirlərin keçirilməsinin məqsədi nədir? Abbasın dövründə də yeni bir müharibə başlayacaq. Və o müharibəni aparmaq üçün Abbas fikirləşirdi ki, Abbas bu arada çox düzgün siyasət yürüdən bir hökmdar olub. Fikirləşirdi ki, ən azından daxildə mən islahatlar keçirim ki, ordunu gücləndirim ki, müharibəni apara bilim. Və ordunu gücləndirmək üçün də başladı islahatlar keçirməyə. Şah Abbasın dövründən. Burada qeyd etmişəm, istəsəz buradan da baxağım. Şah Abbasın hakimiyyət illəri, deyəsən burada digər slaydda olmalıdır. Şah Sultan Hüseyin, Şah 1-ci Abbas. Deməli, Abbasın hakimiyyət illəri 1587-dən 1629-a qədər hakimiyyətdə olub. Baxın, İstanbul sülhünün şərtləri görünür ekranda. 1-ci İstanbulun şərtləri. Ərdəbil, Qaradağ, buna Qaracadağ da deyirlər, Qaradağ vilayətdə deyirlər. Xalxal, Lənkəran, Qəzvin, bunları çıxmaqla qalan bütün Azərbaycan əraziləri, indiki Gürcüstanın şərqi və indiki İranın qərb vilayətləri Osmanlı imperiyasına güzəştə gedildi. Yəni, Osmanlıya verilmişdi. Abbasın keçirdiyi islahatlar. Abbasın dövründə bir çox sahədə keçirilib, hərbi keçirib, vergi keçirib, inzibati idarəetmə keçirib, amma əsasən daha vacib olan inzibati və hərbi islahatdır. İnzibati islahatı nə idi?
1593-cü ildə mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyliyi yaratdı. Deməli, Səfəvi dövləti öncədən 4 bəylərbəyliyə bölünmüşdü. Təbriz Bəylərbəyliyi, Çuxursəd Bəylərbəyliyi, sonra Şirvan Bəylərbəyliyi, bir də Qarabağ Bəylərbəyliyi. Amma Abbasın dövründə nə etdi? Abbas özü mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyliyini yaratdı. Ərdəbil Səfəvilərin heç vaxt paytaxtı olmayıb. Ərdəbil Səfəvilərin Qızılbaş təriqətinin müqəddəs şəhəri idi. Niyə müqəddəs şəhəri deyirəm? Çünki təriqətin nümayəndələri orada formalaşmışdı. Səfəvi dövləti yaranmamışdan əvvəl Səfəvilər Ərdəbil şeyxləri idilər. Təriqət yaratmışdılar. O təriqətin getdikcə nüfuzu artdı, bunlar artıq çevrildi dövlətə. 1598-ci ildə Şah Abbas paytaxtı köçürdü İsfahana. Deməli, belə bir qeyd apara bilərsiniz. Səfəvi dövlətinin 3 dənə paytaxtı olub. Səfəvi dövlətinin 3 paytaxtı olub. Birinci paytaxtı Təbriz şəhəri. Birinci paytaxtı Təbriz şəhəri. 1501-dən 1555-ə qədər paytaxt Təbriz olub. 1501-dən 1555-ə qədər. İkinci paytaxtı olub Təhmasibin dövründə köçürüldü Qəzvin şəhərinə. 1555-dən 1598-ə qədər. Üçüncü paytaxtı oldu Abbas gələn kimi paytaxtı, o da köçürtdü. 1598-dən 1736-ya qədər, yəni 1736-da Səfəvi dövlətinin süqutudur. 98-dən süqutuna qədər paytaxt oldu İsfahan. Təbii ki, İsfahana köçürəndə Qəzvindəki yerli əhali, türklər vardı. Onlar narazılıq bildirdilər ki, paytaxt köçürülməsin. Amma Abbas da nə etdi? İsfahanda Abbasabad adlanan xüsusi bir məhəllə saldırdı. Məhəlləyə də öz adını verdi, Abbasabad məhəlləsi. Və bu məhəllədə də türklərdən, yerli türk tayfalarının, xalqların köçürmüşdü və türklərdən ibarət bir məhəllədə saldırdı. Və eyni zamanda bir inzibati tədbiri də var. Özbəklərin hücumlarından qorunmaq üçün Xorasan sərhədlərinə Əfşar tayfalarını göndərdi. Çünki Özbəklər də hücum edə bilərdi. Onların təhlükəsindən qorunmaq üçün Xorasan sərhədlərinə Əfşar tayfalarını göndərdi. İnzibati islahat aydın oldu. Bir burada paytaxtın köçürülməsi dedik, bir də mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyliyinin yaradılması. Bir də var hərbi islahatı. Hərbi islahatı nədir? Hərbi islahatı testlərə düşür, inzibati də düşür. Hərbi islahatı odur ki, Abbasın dövründə əsasən iki hissədən ibarət qoşun növü, ordu hissəsi yaradıldı. Biri süvari qoşundur. Süvari qoşun bilirsiniz ki, atlı qoşunlardır. Yəni atlardan tədris olunan qoşun növü idi. Burada daha çox Qızılbaş tayfaları əsasını təşkil edirdi. Bir də var idi daimi nizami qoşun. Daimi nizami qoşun da yəni qrup qoşunlarından ibarət idi. Daimi nizami qoşunlar hansılardır? Baxın, burada qeyd etmişəm slayda. Qulamlar, topçular, tüfəngçilər. Deməli, bir yaratdı süvari qoşun atlılardan ibarət. Müharibə zamanı Azərbaycan tayfalarından toplanan qoşun oldu. Bir də yaratdı daimi nizami. Daimi nizamdakı qulamlar, tüfəngçilər, topçular. Topçular adı üstündə qalaların alınmasında istifadə edən qüvvələr idi, yəni ordu hissələri idi. Tüfəngçilər əhalinin aşağı təbəqəsindən yığılırdı və 12.000 nəfərdən çox piyada qoşun növləri idi. Tüfəngçilər. Qulamlar da gələndə, qulamlar Osmanlıda Yeniçərilərə oxşuyur. Bu nə deməkdir? Yəni Səfəvi dövlətində qulamlar, Osmanlıda Yeniçərilər. Oxşarlığı odur ki, hər ikisi qeyri-müsəlman, belə qeyd edim də, tayfalarından toplanan qoşun növü idi. Onlar azyaşlı olaraq, azyaşlı olduğu dövrlərdə gətirirdilər saraya, onları təlim-tərbiyə keçirdilər, döyüşçü olaraq yetişdirirdilər onları və Osmanlıdakı Yeniçərilərə çox oxşuyurdu. Bu da qoşunun əsas zərbə gücünü təşkil edirdi. Deməli, Abbas islahatlar keçirdi, başladı Osmanlı ilə müharibələrə. Abbasın dövründə. Baxın, Abbasın burada mən xarici siyasətini qeyd etmişəm. Məhəmməd Xudabəndədən sonra gələn Abbas. 3 dənə məqsədi var idi.
Deməli, islahatlar keçirdi. İslahatlardan sonra bildi ki, dövlətin daxili vəziyyəti güclüdür. Başladı xarici siyasətə. 3 əsas məqsəd idi. Birinci məqsəd Osmanlı işğalında olan torpaqları azad etmək. İkinci məqsəd Xorasanı Şeybanilərdən geri almaq. Hansı ki, Xorasan 16-cı əsrin sonunda Şeybanilər tərəfindən işğal olunmuşdu. Üçüncü məqsəd də Hörmüzü Portuqallardan geri almaq. Hörmüz Abbasın dövründə verilməmişdi. Hörmüz Şah İsmailin dövründə. Mən İsmaili bayaq qeyd edəndə demişdim ki, İsmail Osmanlı ilə müharibəyə başladığı dövrdə odlu silah lazım idi və Portuqallara Hörmüzü güzəştə getməklə odlu silah istəyirdi. Portuqallar da gəldilər Hörmüz limanında möhkəmləndilər. İsmailə odlu silah vermədilər. İsmail də getdi Osmanlı ilə müharibədə məğlub oldu. Və gələn kimi Abbas başladı bu məqsədləri həyata keçirməyə. Keçirdimi? Bəli. Birinci Xorasanı Şeybanilərdən aldı, geri qaytardı. 1599-cu ildə Şeybanilər məğlub oldu və Xorasan Səfəvinin tərkibindən yenidən qatıldı. Bu ikinci məqsədi birinci həyata keçirdi. Başladı birinci məqsədə, yəni digər məqsəd. Osmanlı işğalında olan torpaqları azad etmək. Qeyd etmişəm bura? Bəli, qeyd etmişəm. Bir dənə bura 98 düşüb, 98-də başa çatdırdı. Bu arada bu Xorasan məsələsi mən deyim, bu il məsələsi. Əvvəl kitablarda qeyd edirdi ki, köhnə kitablara əsasən, Xorasanın azad olunması 1602-dir. Sonraki nəşrlərdə əlavə olundu ki, 1599-dur. Yəni siz özünüz son nəşrə görə yadda saxlayırsınız, 1599. Və 1603-cü ildə başladı Səfəvi Osmanlı müharibələrinin 3-cü mərhələsi. Birinci mərhələ yenə də təkrar edirəm, 1514-dən 1555-ə qədər. İkinci mərhələ 1578-dən 1590-a qədər. Üçüncü mərhələdə başlatdı Şah 1-ci Abbas 1603-dən 1612-yə qədər. Ümumiyyətlə, Şah Abbasın dövründə Səfəvi Osmanlı müharibələri ikili mərhələdən ibarət olub. Yəni, yenə də müharibə olub. 1603-cü ildə artıq Şah Abbas birbaşa Osmanlı dövlətinə müharibə elan etdiyini bildirdi və başlayan kimi 1603-ün oktyabr ayının 21-də Təbriz şəhərini Osmanlı işğalından azad etdi. Sonra həmin ildə 1603-cü ildə Naxçıvanı da azad etdi. Və Naxçıvanı azad edəndə bilirsiniz ki, orada Ordubad əhalisi Səfəvilərə kömək etmişdi, Osmanlı idarəçiliyinə qarşı üsyan qaldırmışdı. Və Ordubadların göstərdiyi bu qəhrəmanlığa görə Şah Abbas onları bütün dövlət vergilərindən azad etmişdi. Deməli, niyə azad etdi Ordubad əhalisini? Osmanlıya qarşı müharibədə Səfəvilərə kömək etdiklərinə görə. 1603-cü ildə Çuxursəd mühasirəyə alınır, 1604-cü ilin avqustunda Çuxursəd vilayəti azad olunur və Çuxursədin azad edilməsindən birbaşa İrəvan da azad olunur, çünki həmin dövrdə Çuxursədin mərkəz şəhərləri İrəvanda sayılırdı. 1605-ci ildə Səfəvi Osmanlı arasında müharibənin gedişatında Sufyan döyüşü olur. Mən bayaq Sufyan döyüşü demişdim sizə, birinci Sufyan döyüşü. Yadınızdadır? İstanbul'da izah mən biləm. İstanbul sülhü ilə nəticələnən müharibədə Sufyan adını demişdim. 1585-ci ildə. Baxın, tarixdə Sufyan döyüşləri olub. Digər Sufyan, baxın, 1585 Sufyan döyüşü. Burada Səfəvilər Təbrizi itirdi, Səfəvilər məğlub oldu. Düşür Məhəmməd Xudabəndənin dövrünə. Digər Sufyan döyüşü isə, yəni bu 1585-in Sufyanı 2-ci Səfəvi Osmanlı müharibəsinə aiddir. Digər Sufyan döyüşü isə olub 1605-ci ildə. 1605-ci ildə olub. O Sufyan da düşür Şah 1-ci Abbasın hakimiyyət dövrünə. Abbas həmin döyüşdə Turan taktikasından istifadə etmişdi. Və Turan taktikasından istifadə edərək Osmanlı qoşununu məğlub etdi, Abbas qalib gəldi. 1605-1607-ci illərdə Abbasın dövründə Səfəvi qoşunları Şirvan, Gəncə, Qarabağ, Şərqi Gürcüstan əraziləri, Tiflisdir, Dağıstandır, yəni bu əraziləri geri qaytardı. 1605-dən 7-ci ilin əməliyyatları zamanı. Və 1612-ci ildə də, deməli, müharibə nə vaxt başladı? Abbasın dövründə 1603-də başladı. 1612-ci ildə də Şah 1-ci Abbasın dövründə Osmanlı ilə Sərab sülhü imzalandı. Sərab sülhünün adı
tarixdə ikinci İstanbul sülhü də deyirlər. Bax, bunu qeyd edə bilərsiniz. Sərab sülhünün adı 1612-ci ilin. Sərab sülhünün adı tarixdə ikinci İstanbul sülhü də sayılır. İkinci İstanbul sülhü. Və ikinci İstanbul, yəni Sərab sülhündə də indi bu sülhü Səfəvi qalib dövlət olaraq imzalayıb, Amasya sülhünün şərtləri bərpa olundu. Çünki Amasya'nı yadınızda demişdim ki, Amasya'nı Səfəvi qalib dövlət olaraq imzalamışdı. 1612-də də Sərabda da Abbas bildirdi ki, qalib dövlət olaraq imzaladığımıza görə Amasya'nın şərtlərini bərpa edirik. Sadəcə burada bir Terek qalası məsələsi vardı. Qala məsələsi nədir? Mən onu sizə qeyd edim. Sərhəddə Ruslar Terek qalası düzəltmişdi. Səfəvi ilə Rusiyaya olan sərhədlərdə Terek qalası düzəldilmişdi və bu müqavilədə Osmanlı Sultanı bildirdi ki, mən Terek qalasının dağıdılması haqqında qərar versəm, düzdür, Osmanlı məğlub dövlət oldu Sərab sülhündə, amma indi bu digər tərəfin də şərtlərini qəbul etməliyik də. Bildirdi ki, Terek qalasının dağıdılması haqqında Osmanlı Sultanı bir qərar verərdisə, Səfəvi hökmdarı buna mane olmasın. Səfəvilər də bu şərti qəbul etdilər. Yəni, nə vaxtsa birdən Osmanlı Sultanı Terek qalasının hansı ki o Ruslar o qalanı düzəltmişdi, Osmanlı da istəmirdi ki, sərhəddə Rusların mövqeyi artsın. O qalanın dağıdılması haqqında qərar verilərdisə, Səfəvi hökmdarı buna mane olmamalıydı. İndi mərhələləri yadda qaldı. Birinci mərhələ 1514-dən nə vaxta qədər oldu? 1555-ə kimi. Ay, sağ ol, 55-ə kimi. Hansı müqavilə ilə başa çatdı? Amma Amasya. Amasya, bəli. İkinci mərhələ başladı 1578-dən nə vaxta qədər? 1603-cü ilə qədər idi. Yox, 1603-də yeni bir mərhələdə başlayır. O üçüncü mərhələdir. 1578-də başladı ikinci mərhələ, 1590-a qədər. 1590. Demişdiniz. O olur İstanbul tarixdə müqaviləsi. İstanbul. Ay, sağ ol. Birinci İstanbul sülhü ilə. Üçüncü mərhələdə başladı. Səfəvi Osmanlı müharibələrinin üçüncü mərhələsi. 1603-dən 1612-ci ilə qədər. Ekranda da görürsünüz. Baxın, Sərab sülhü. 1603-də başladı, 1612-yə qədər davam etdi. Üçüncü mərhələ. Üçüncü mərhələ Səfəvi qalib dövlət oldu. Deməli, birinci və üçüncü mərhələdə Səfəvi qalib oldu, ikinci mərhələdə Səfəvi məğlub oldu. Birdən də mərhələni deyəyin, bu mövzumuza aid olan, sonra sizin suallarınızı dinləyəcəm. Bir mərhələdə başladı Şah Abbasın dövründə, düzdür, Abbas Sərab sülhü ilə müharibə başa çatdı, amma yenidən müharibə başladı. Çünki 1616-cı ildə Şah 1-ci Abbas Səfəvi sərhədi, yəni Osmanlı ilə sərhəd olan ərazilərdə hərbi əməliyyatlar aparırdı, yəni sərhəd bölgələrə yürüşlər edirdi. Bu da Osmanlı Sultanı 1-ci Əhmədi bir qədər ciddi narahat etdi. Niyə narahat etdi? Çünki Şah 1-ci Abbas Sərab sülhündən sonra sərhəd bölgələrə yürüşlər edirdi. Yəni bu Sərab sülhü uzun müddət sakitliyi qoruyub saxlamadı. 1612-də imzalandı, 1616-da yenidən başladı. Yəni Səfəvi Osmanlı müharibələrinin dördüncü mərhələsi. Dördüncü mərhələsini də ilin qeyd edərsiniz. 1616-1618. Sadəcə 2 il davam edir. 1600. Mərənd müqaviləsi oldu deyəsən. Ay, sağ ol, bəli. Mərənd müqaviləsi. Kitabda yazılıb yaxşıca. Kitabda hər bir şey qeyd edilib, bütün məlumatlar qeyd olunub. 1618-ci ildə tərəflər arasında Sınıq körpü döyüşü olur. Bu döyüşdə Səfəvilər Osmanlı və Krım xanının qüvvələrini məğlub edirlər. Baxın, Krım xanı bu döyüşdə də, yəni Sınıq körpü döyüşündə də Osmanlıya köməklik edib. Elə Sınıq körpü döyüşü də Mərənd sülhü ilə eyni ildədir, 1618. Burada da Osmanlı məğlub oldu və 1618-ci ildə Mərənd sülhü imzalandı. Mərənd sülhünün şərtlərində də yenə də həm Amasyanın, həm də 1612-ci ilin Sərab sülhünün şərtləri yenidən bərpa olundu. Yəni Səfəvi hansı müharibədə qalib gəlibsə, o sülhün şərtlərini bərpa edir. Deməli, birinci mərhələ təkrar edək, 1514-dən
1555-ə kimi Amasya sülhü ilə. İkinci mərhələ bəs? 1578-dən 1590-a, o da 1-ci İstanbul. Ay, sağ ol. Üçüncü mərhələ? 1603-dən 1612-ci, o da Sərabdır, həm də 2-ci İstanbul gedir. Ay, sağ ol. Həm Sərab, həm də ikinci İstanbul gedir. 18-də də Mərənd müqaviləsi imzalanır, həm də Sərab müqaviləsi bərpa olunur. Sərabın şərtləri bərpa olunur, ay sağ ol. Deməli, 1603, 1612 üçüncü mərhələ, dördüncü mərhələdə oldu 1616-dan 1618-ə qədər. Yəni 4 mərhələsi var, uyda. 4. Hələ bu nədir ki? Sonra da olacaq. 1639-da Qəsr Şirin sülhü ilə yenidən ondan əvvəl də müharibə olur. 1732-də də olur. Amma o olan ərəfələr ciddi böyük bir, necə deyim, hərbi əməliyyatların olduğu dövr deyil. Elə müharibə aparıblar, həmin ildə də müqaviləni imzalayıblar. Amma bu mərhələlər görürük ki, illərlə, məsələn, 1603-dən 1612-yə qədər illərlə davam edən bir mərhələlərdir. 1616-18, 2 il davam edən bir mərhələdir. Və Mərənd sülhündən sonra Abbas Amasya sülhü şərtləri yenidən təkrar olunmuşdu, təsdiq olunmuşdu. Bu arada Abbas məsələsində onu da qeyd edim sizlərə. Şah Abbasın dövründə biz indi bu Osmanlı ilə müharibələrin dedik. Bu o demək deyil ki, Abbas ömrünün axırına qədər Osmanlı ilə düşmən olub. Xeyr. Bu insan düzdür, 1587-də gəldi, 1629-da vəfat etdi. Amma ömrünün bu sonlarına yaxın, təxminən 1622-ci ildən sonra. 22-ci ildən sonra, yəni Osmanlı ilə münasibətləri bərpa etmişdi. Münasibətlər qorunub saxlanmışdı. Yəni 1622-yə qədər münasibətlər qorunub saxlandı. Mərənd sülhü 1618-də imzalandı. Mərənd sülhünün şərtləri əməl olundu 1622-yə qədər. Və bu şərtlər əməl olunduğu dövrdə də deməli və ondan hətta sonraki bir müddətdə Osmanlı Sultanı 2-ci Osmanın dövründə Şah 1-ci Abbas arasında dostluq əlaqələri yaradılmışdı. Yəni bu siyasətdir. Deyər Say müəllim, bəs bu qədər müharibələr oldu, döyüşlər oldu, necə olur dost ola bilirlər? Müharibədir. Müharibədə dost düşmən bilinmir. Müharibənin Mən sonra olsam müharibə aparmaram, sakit oturardım yerimdə. Nə mənası var bu qədər müharibə apar, cəmaatı öldür. Orta əsrlər dövrü belədir. Orta əsrlər dövründə müharibə aparmasan, güclü dövlət sayılmırdı. Müharibə aparmayan, yeni ərazilər, yürüşlər etməyən dövlət tez-tez ərazisi hücumlara məruz qalır. Məsələn, bizim ərazimiz. Görürsünüz, biz tarixi mən əvvəldən keçəndən həmişə deyirəm ki, tələbələrə, bizim tariximizdə görürsünüz nə qədər dövlətlər gəlib Azərbaycan ərazilərini işğal ediblər. Biz öz ərazimizlə kifayətlənmişik. Heç vaxt başqa bir dövlətin ərazisində hər hansı bir planımız, nə də məqsədimiz olmayıb. Biz öz ərazimiz bizə kifayətdir. Tarixi torpaqlarımız. Və bunu daimi olaraq istəyər bəyannamələrdə də qeyd edəndə tarixi torpaqlarımızdır. İndiki Ermənistan ərazisi tarixi Azərbaycan torpağıdır. Borçalı tarixi Azərbaycan torpağıdır. Cənubi Azərbaycan İranın hakimiyyəti altındadır, tarixi Azərbaycan torpağıdır. Dərbənd tarixi Azərbaycan əraziləridir. Orta əsrlər dövründən biz bu məsələləri danışırıq. Təbii ki, bunlar tarixi Azərbaycan ərazisidir və əlimizdə olan orta əsrlər dövrünə aid olan rəsmi xəritələr var. Biz bunları xəritə əsasında deyirik. Tarix oxuyanda bəzən tələbələr elə bilir ki, məlumatların çoxu ümumi olaraq yazılıb, amma bunların hamısı dəqiq araşdırılıb, təsdiq olunan məlumatlardır. Bir nümunə deyim. Tutaq ki, siz Səfəvini oxuyursunuz, uzağı kitabınızda var, məsələn, Səfəvi 16-cı əsrdən süqutuna qədər, eləsin bir 40-50 səhifə. Amma Səfəvi 40-50 səhifə deyil axı. Səfəvinin elə özü, biz yadıma gəlir, oxumuşduq onun kitabların, 300 səhifə, 400 səhifə kitablardır Səfəvi dövrü. Nə qədər Səfəvi tarixinə aid kitablar var, monoqrafiyalar var, məqalələr var. Yəni, ciddi araşdırılan bir mövzudur. Hələ Səfəvilər dövlətinin İrəvan vilayəti adlı kitabı var. O kitabın elə özü məndə də var. İndi inşallah bir gün kimsə aranızdan tədqiqatçı olaraq davam etmək istəsə, mən o kitabı həmin tələbəyə də təqdim edə bilərəm. Ya da nəsə araşdırmaq istəsə, mənə müraciət edər, birlikdə araşdıra bilərik. Və gəldi Səfəvi dövlətini oxuyanda mütləq şəkildə xəritələrə baxın. Xorasan vilayətinə,
sonra Səfəvinin itirdiyi ərazilərə, Səfəvinin paytaxtlarına. Deməli dedik Səfəvinin neçə dənə paytaxtı olub? Təbriz olmuşdu. Aha. Sonra Qəzvin O birisi olmuşdu, Qəzvin şəhəri. Qəzvin. Bir də Abbasın dövründə köçürüldü, İsfahan olmuşdu. Hı -hı. Təbriz, Qəzvin İsfahan hansısa dövlətində paytaxtına oxşuyur axı. Qəzvin yox, amma İsfahan olub. İsfahan Səlcuqların dövründə də paytaxt olub. Mən nə deyirəm axı Səlcuqlarda olmuşdu. Səlcuq hökmdarı Məlikşahın dövründə paytaxt olub. Səlcuqların 3 dənə paytaxtı olub. Nişapur, Rey, İsfahan. Rey bir də İsfahan, hə. Nişapur 1043-də köçürülmüşdü. Nişapurdan Reyə. Nişapurdan Reyə. Kimin dövrünə düşür o dövr? Deməli Toğrulun dövrünə. Ay sağ ol, bəli. Toğrulun dövründə köçürülmüşdü, doğrudur. Bəs İsfahana nə vaxt köçürülmüşdü paytaxt? İsfahana axırda köçürüldü. Yadıma gəlir. 1072-də Məlikşah gəldi, 73-də paytaxtı köçürdü. 1073-cü il. 1073. 1072-də Səlcuq hökmdarı Məlikşah gəldi, 1073-cü ildə paytaxtı İsfahana köçürdü. Yəni onu da deyə bilərsiniz, bəli, Səfəvilərin də, Səlcuqların da hər ikisinin də paytaxtı İsfahan şəhərləri olmuşdu. Yəni Səfəvi Osmanlı müharibələri, yəni əsas bu 4 mərhələni qeyd edirik. Desəz ki, sonrakı dövrlərdə olubmu? Bəli, sonrakı dövrlərdə də olub. Məsələn, Şah 1-ci Abbasın vəfatından sonra hakimiyyətə gəlir nəvəsi Şah Səfi 1629-dan 1642-yə qədər. Onun dövründə də Səfəvi Osmanlı arasında yeni bir müharibə başlandı. 1639-cu ildə artıq may ayının 17-sində tərəflər arasında Qəsr-Şirin sülhü imzalandı. Qəsr-Şirin sülhünün digər imzalanan müqavilələrdən fərqi odur ki, uzun müddət Səfəvi Osmanlı arasında deməli sakitliyi qoruyub saxladı. 1639-cu ilin Qəsr-Şirin sülhü uzun müddət Səfəvi Osmanlı arasında dinc münasibətləri qoruyub saxladı. Məncə onu mən slayd əlavə etməliyəm. Şah Səfiyin dövrü, aha. Ekranda görürsünüz Şah Səfi. Bəli. Abbasdan sonra hakimiyyətə Şah Səfi gəldi. Şah Səfi Abbasın nəvəsi idi. Elə bunlarda monarxiya, irsi hakimiyyətdir. Biri gedir, biri gəlir. 1629-dan 42-yə qədər Qəsr-Şirin sülhü və sülh 27 maddədən ibarətdir. Desəz, ay müəllim, bizim kitabda bu maddələri yoxdur axı. Yenə də deyirəm, bu əlavə araşdırılan bir məlumat əsasəndir. 40 il üçün nəzərdə tutulmuşdu. Bu da əlavə araşdırılan bir məlumatdır. Və yenidən bu sülhdə də Sərab sülhünün şərtləri, Sərabdakı Amasya əsaslanırdı. Amasyanın şərtləri təsdiq olundu, bərpa olunmuşdu və Bağdad da daxil olmaqla Ərəb İraqı deməli Osmanlı dövlətində qaldı. Bağdad da daxil olmaqla Ərəb İraqı və İrəvan vilayəti Səfəvilərdə verildi. Yəni İrəvan Səfəvinin özündə qaldı. Bağdad da daxil olmaqla Ərəb İraqı da qaldı Osmanlıda və Osmanlılar Səfəvilərdən Van, Qars və Axalsıq qalalarına hücum etməyəcəyi barədə təminat aldılar. Yəni Səfəvilər bildirdilər ki, Van, Qars, mən bura axısda qeyd etmişəm, Axalsıq qalalarına hücum etməyəcəyik. Bu da Qəsr-Şirin sülhü. Yəni Qəsr-Şirinin yenə də qeyd edirəm, əhəmiyyəti budur ki, uzun müddət deməli Səfəvi Osmanlı arasında sakitliyi qoruyub saxladı. Deməli belə. Bir də burada nələr qaldı istəsəz onlara da baxaq. Bu Səfəviyin son dövrləridir artıq. Baxın, Səfəvi 13 bəylər, inzibati cəhətdən 13 bəylərbəyliyə bölünmüşdü. Amma onun tərkibində Azərbaycan isə əsasən 4 bəylərbəyliyə bölünmüşdü. Burada baxın, bu Rəşd müqaviləsidir. Bunu dinlə inşallah Səfəvini sonraki dövrlərin keçəndə qeyd edəcəyik. Bir də istəsəz Kirmanşahı da qeyd edək. Kirmanşah müqaviləsi də Səfəvi Osmanlı arasında imzalanan bir müqavilədir. 1732-ci ilin 16 yanvarında imzalanmışdı. Bunu müharibə mərhələsi olaraq qeyd etmirəm, çünki bu 18-ci əsrdə olan bir hadisədir. Şah 2-ci Təhmasibin dövründə, yəni artıq elə Kirmanşahdan 4 il sonra Səfəvi... Necə? Keçmişik bu Kirmanşahı elə bilən, tanış gəlir. Yox, Kirmanşahı hələ Səfəviyin sonraki dövrlərində keçəcəyik.
Kirmaşa 18-ci əsr Səfəvi mövzusundadır. Bu arada Kirmaşa sülhü 1732-dədir, Səfəvinin süqutu 1736-da. Yəni Kirmaşahdan təxminən 4 il sonra Səfəvilər dövləti süqut edəcək 1736-da. Kirmaşah sülhündə də Osmanlı qalib gəldi, Səfəvi məğlub oldu və Şah II Təhmasibin dövründə Araz çayı iki dövlət arasında sərhədə çevrildi. Bu Araz çayı məsələsini mən tələbələrə qeyd edirəm. Müqavilələrin özünün oxuyanda onun içərisində əsas diqqət yetirilməli məqamlar var. Onlara diqqət yetirsəz, əslində o müqavilənin şərtləri yadınızda qalacaq. Araz çayının sərhəd olması Kirmanşah sülhündədir. Şamaxıdır, Gəncədir, İrəvandır, Katli-Kaketiyadır. Bunlar verildi artıq Osmanlılara. Həmədan, Kirman, Təbriz, Ərdəbil bu ərazilər Səfəvilər dövlətinə qaytarılmışdı. Bu da Kirmanşah sülhünün şərtləri. Amma burada xüsusi olaraq deyirəm, Araz çayı məsələsini yaddan çıxarmayın. Kirmanşahdadır. Bəli, Kirmanşahda Araz çayı 1732-də idi səhv eləmirəmsə. Bəli. 32-nin Yadda qalır əslində. Əslində yadda tarix əslində təkrar edəndə yadda qalan bir mövzudur. Tarix düzdür, xronologiyası çoxdur, illəri çoxdur, amma yadda qalan bir mövzudur. Deməli, bunu bunları qeyd etdik. Aha. Deməli belə. Əlavə olaraq bugünkü Səfəvi mövzusundan nəsə qaranlıq qalan bir məqam oldu mu? İllərdən və yaxud da ki, xronologiyadan. Xeyr, qaranlıq qalmadı. Hətta burada belə bir şey yazılır ki, o oxşar zəhərlər test toplusunda verilmişdi. Ay, sağ ol. Eyni oradakı test toplusundan bəli. Yəni, məsələn, müqavilələrin oxşar xüsusiyyətləri, bax, bunları qeyd edə bilərik. Sonra müqavilələrin arasında xəritə əsasında olanlar, yəni bunlar əslində düşür. Həmin dövrdə testlərədir və yaxud da ki, DİM-in özünün qəbul imtahanı suallarınadır, bunlara düşür. Yəni, bugünkü Səfəvi mövzusunu elə ona görə izah etdim ki, yəni qəbul imtahanında görəcəksiniz o sualı. Elə sualınızın hətta 2 yox, minimum 2 sual görə bilərsiniz. 3 sualınız hazır Səfəvidən gələcək. Hətta Səfəvi Osmanlı müharibələrindən də ola bilər. Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan bir mövzudur. 16-cı əsrdən 18-ci əsrə qədər Azərbaycan dövlətçiliyi tarixində. Belə, bunları qeyd etdik. Deməli, belə. Əlavə mənə mövzu ilə əlaqədar nəsə çətinlik çəkəcəyiniz bir sualınız varmı? Xeyr, yoxdur. Yoxdur. Ekrandan bu xəritəni də göndərəcəm sizə, Səfəvi xəritəsini. Dünən mən qrupa xəritələr göndərmişdim. Ümid edirəm, bu xəritələrə baxmısınız. Dövlətlərin xəritəsi də var, onları da göndərəcəm qrupa ki, mövzunu oxuyanda, elə bu Səfəvi də daxil olmaqla, həmişə xəritəyə baxın. Mövzunu oxuyanda mütləq xəritəyə baxın. Çünki xəritəyə baxanda o sizin üçün birbaşa rahatlıqdır ki, artıq daimi olaraq həm təkrar edirsiniz, həm oxuduğunuz hadisə xəritəni də baxanda artıq gözünüzün önündə canlanır həmin hadisə. Yəni ona görə vacibdir. Xəritələr həmişə hər zaman vacib olub. Belə, əlavə onda suallarınız yoxdursa, gecəniz xeyrə, sağollaşıram. Növbəti mövzumuzda inşallah qoşularsınız, həm testlər işləyərik, həm də biraz dünya tarixindən də məsələn, gələn dərsimizdə istəyərəm bir İngiltərə, Fransa, Almaniya məsələlərini biraz müzakirə edəyim ya da bir qədər daha fərqli bir mövzu, coğrafi kəşflər, texniki ixtiralar, elə bir mövzunu da müzakirə edə bilərik. Yəni, gələn dəfə bir sorğu-sual başladacam. Ən çox səs vermə hansı mövzudan olsa, mövzunun izahında aparacağıq. Səfəvilərin bayrağı da yaddan çıxmasın, yaşıl rəng bayraqdır. Ərazisində xəritələrin dərsdən sonra qrupa göndərəcəm, ona da baxarsınız. Bu qədər. Onda sağollaşıram, gecəniz xeyrə. Sağ olun, müəllimə. Sağ olun. Sağ olun.